hörmətli Kanal 13 izləyiciləri. Hər həftənin birinci günü yayımlanan Onun Baxış Bucağı verilişində sizinləyik. Bu dəfəki qonağımız Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucovdur. Biz onunla partiya sədrinin istefasından, seçki qabağı durumundan, partiyasının seçkilərə hazırlığından və sair məsələlərdən danışacağıq. Xoş gəlmişsiniz Əli bəy. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə. Əvvəlcə başlayaq ki, sədriniz Yusif Bağırzadə qəflətən istefa verdi. Niyə seçki qabağı belə bir çətin durumda sizi yarı yolda qoydu? Mən bunu yarı yolda hesab eləməzdim. Mən əslində Yusif bəyin bu addımına hörmətlə yanaşıram. Çünki hər bir kəsin özünün şəxsi qərarı var. Yusif bəy 2010-cu ildə partiyanın qurultayı tərəfindən sədr seçildi. Üzərinə götürdüyü vəzifəni az-çox uğurla yerinə yetirdi və görünür səhhətindəki o problemlər bundan sonra siyasi fəaliyyətlə məşğul olmasına imkan vermədi. Ona görə də partiya sədrliyindən getdi. Amma partiya elə bir struktur formalaşıb ki, bizdə kollegial idarəçilik var. Yəni hər şey sədrdən asılı deyil. Qərarların qəbulu da kollegial qəbul olunur, yönetim də kollegial şəkildə həyata keçirilir. Ona görə də Yusif bəyin bu istefası seçki öncəsi partiyanın siyasi fəaliyyətinə, cari fəaliyyətinə o qədər də təsirini göstərmədi və göstərməyəcəkdir. Göstərməyəcək. Bəs belə deyək, Yusif Bağırzadənin istefası ilə AMİP nə itirdi? Mən dəfələrlə vurğulamışam ki, indiki dönəmdə təkcə partiya sədrini deyil, ümumiyyətlə demokratik düşərgədən bir nəfərin getməsini mən böyük itki hesab edirəm. Bu baxımdan da təbii ki, bunun özü də itkidir. Sədrinizin amma istefası bir qədər müəmmalı oldu. Yəni, seçki qabağı birdən-birə səhhətindəki problemləri irəli sürməsi, mediaya açıqlama verməməsi, telefonlarını söndürüb getməsi, hətta partiyasının belə heç kimin o istefadan xəbərdar olmaması bir sıra suallar yaradır. Sizcə niyə belə qarmaqarışıq dönəmdə qəflətən AMİP-də bu cür qərarlar oldu? Yusif bəyin səhhətində problemlər var idi. Əvvəlcədən də var idi. O bir müddət əvvəl də bununla bağlı müalicə götürmüşdü. Hətta Almaniyada klinikaların birində də mütəmadi müalicə etdirirdi. Amma görünür o səhhətdə elə bir stadiya gəlib çıxıb ki, bundan sonraki fəaliyyətində ciddi problemlər yaradıb. Bu baxımdan da hər halda şəxsi qərarıdır, hörmət yanaşmalıyıq. Artıq o ərizəsini təqdim edibdir partiyaya və yaxın günlərdə onun bu müraciətinə, bu ərizəsinə baxılacaq. Hər halda gedibsə, gedəni də saxlamaq mümkün deyil və mən şəxsən arzu eləyərdim ki, onun səhhəti tezliklə düzəlsin. Tamam, bəs həmin istefa qərarına baxılacaq. Etibar Məmmədov da bu barədə bildirib. Ola bilərmi ki, istefa kollegial şəkildə müzakirə olunsun və qəbul olunmasın? Bu halda nə baş verəcək? O nəyi dəyişəcək? Heç nə. Bir şəxs ki, artıq səhhətli işləyə bilmirsə, fəaliyyət göstərə bilmirsə, siyasi düşərgədə özünü görə bilmirsə, onu məcburən saxlamağın da mənası yoxdur. İkincisi də Yusif bəy həm də partiyadan gedib. Təkcə sədrlikdən yox, partiya sıralarını da tərk etməyi barədə bəyana səslənib. O halda onu saxlamaq istədiyiniz kimi istefaya baxmamaq mümkün deyil. Etibar Məmmədov deyib ki, o sədrliyə iddialı deyil. Siz necə? Sədrliyə iddianız varmı? Bunu hələ zaman göstərəcək. Çünki bu barədə tələsməmək daha yaxşı olar. Çünki hələ bu istefa barədə məsələ qiymətləndirilməlidir, öz qiymətini almalıdır. Eyni zamanda qarşıda biz ki, seçkiyə gedirik. Seçki prosesi var, bu ağır bir prosesdir. Mən özüm də namizədəm. Ona görə də bu məsələni nə vaxt Mərkəzi Şura qurultaya rəsmən çağıracaq, elan eləyəcək, o zaman gündəliyə gətirmək olar. Yəni, hələ iddialar müzakirə olunmur partiyada? Xeyr, hələ bu barədə rəsmi müzakirə mən eşitməmişəm. Noyabrın 1-də parlament seçkiləridir və sizin qurultayınız noyabrın 1-nə qədər olmalıydı. Niyə gecikir? Bunun bir səbəbi ondan ibarətdir ki, namizədlərin irəli sürülməsi, namizədlərin müəyyənləşdirilməsi, eyni zamanda seçkiləri daha uğurlu hazırlıq işlərini həyata keçirmək üçün qurultayda müəyyən qədər gecikmələr oldu. Amma partiyanın düşünmürəm ki, bu gecikmə uzun sürəcək. Çünki partiyanın 12 aprel Mərkəzi Şurasının qərarı var və bu qərara uyğun olaraq da biz növbəti qurultayımızı bu il ərzində keçirməliyik. Vaxt o qədər də əhəmiyyət daşımır. Bu qurultaydan qabaq da ola bilər, yəni seçkidən qabaq da ola bilər, yəni seçkidən sonra da ola bilər. Yəni indi insanların
fikrini seçkidən yayındırmaq, onu bu saat bilirsiniz ki, bütün rayon təşkilatları seçkiyə köklənib. Bütün partiyanın potensialı bu istiqamətə cəmləşdirilib. Yenidən onu o arada müəyyən fasilə yaratmağı da mən hər halda uyğun hesab eləmərəm. Yenə də qərar partiyanın kollegial qurumlarında qəbul olunur. Qəbul olunur. Bəs bir qədər əvvəl siz qurultayın tərəfdarı kimi çıxış eləmişdiniz və dəfələrlə mətbuata verdiyiniz açıqlamada demişdiniz ki, sentyabr-oktyabr aylarında olmalıdır. Sizcə partiyanın konstitusiyası hesab olunan nizamnaməni kimlər pozmağa cəhd edir AMİP-də? Yox, burada situasiya dəyişdi də. Məsələn, əvvəl sədr var idi. Partiyanın sədri hesabat da verməli idi. Müəyyən işlərin də o funksiyası idi ki, üzərinə düşən işləri də yerinə etsin. Artıq sədr istefa verib, yəni partiyanı iki istiqamətdə yükləmək də doğru olmazdı. Təbii ki, mən istəyirdim ki, mənim istəyim deyildi, həm də nizamnamənin tələbi idi ki, bir halda ki, Mərkəzi Şura qərar verib bu seçkidən qabaq keçirilsin, keçirilməlidir. Amma hər halda siyasi proseslərə və situasiyaya uyğun addımlar atmaq da daha uğurlu olardı məncə. AMİP-in neçə namizədə qeydə alınıb və seçki qabağı durumu necə qiymətləndirir AMİP? Partiya rəsmi olaraq 29 namizəd irəli sürmüşdü dairələr üzrə. Amma bu günə qədər 12 namizədimiz qeydə alınıb və marafonda 12 namizədimiz partiyanın namizədi olaraq prosesin növbəti mərhələsində iştirak hüququ qazanıbdır. Bir nəfər namizədimiz isə fərdi qaydada partiyalığını göstərməklə verilib və üst-üstə hesablayıb 13 namizədimiz var. Hər halda hesab edirəm ki, bu seçkilər tam mühit olmasa da, yəni seçki mühiti olmasa da, sərbəst rəqabət, müstəqil rəqabət imkanları məhdud olsa da, biz gözləməli deyiliksə kimsə gəlib bizim yerimizə ölkədə demokratik şəffaf seçki keçiriləcək. Ona görə də hər halda biz də çalışmalıyıq. Bizim də özlərimizə bir partiya olaraq cəmiyyətin bir siyasiləşmiş kəsimi hissəsi olaraq bu seçkilərdə əhalini fəallaşdıraq və qismən də olsa demokratik irəliləyişə nail olaq. Lakin belə deyək də, imtinanın özü də heç nə effekt vermir. Dəfələrlə sübut olunub ki, Azərbaycanda boykot taktikası işləməyib, seçkilərdən kənarda qalmaq əslində hakimiyyətin saxtalaşdırmaq imkanlarını genişləndirir. Çox təəssüf ki, biz seçkidən qabaq seçki mühitinin yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı siyasi qüvvələrlə əməkdaşlıq eləməyə çalışdıq və bu istiqamətdə xeyli səylər göstərdik, amma alınmadı. Hər halda ümidim var ki, bu seçkilərdə AMİP müəyyən uğur qazana bilər. Sədrinizin qəfləti istifasından sonra da boykot qərarı haqqında düşünmür AMİP? Bu partiyanın seçkilərdə iştirak etməməsindən bağlı qərarı ancaq partiyanın Mərkəzi Şurası verə bilər. Ona görə də bu barədə nə konkret olaraq Əli Orucov fikir söyləyə bilər, nə də digərləri. Yəni konkret olaraq... Amma mənim fikrimcə, bu mənim şəxsi mövqeyimdir. Mən boykot qərarının uğurlu bir qərar olacağını, nəyisə dəyişəcəyini güman etmirəm. Bəs seçkilərdə iştirakla nəyi dəyişə bilərsiniz? Ən azından insanları seçkilərə dəvət edirik. Ən azından bilirsiniz, Azərbaycan hakimiyyətinin də ən çox narahat olduğu məqamlardan biri odur ki, insanlar siyasiləşməsin. Yəni sosial siyasiləşmə olmasın. Hər kəs öz türlər demişkən kəndi taleyi ilə məşğul olsunlar və biganə bir mühit formalaşsın. Biz bunun qarşısını almalıyıq, biz buna çalışmalıyıq. Yenə də o fikrə qayıdıram, biz kimdənsə, bəziləri çox təəssüf ki, Avropadan, bəziləri hardansa müəyyən gözləntiləri var. Biz ilk növbədə öz təpəri buradan, daxildən eləməliyik ki, o xaricdən də dəstəyi ala bilək. Bu baxımdan da mən demirəm ki, Milli İstiqlal Partiyası bu seçkilərə gedib çox böyük demokratik dəyişikliklərə imza atacaq, çox böyük irəliləyişlər həyata keçirəcək. Sadəcə olaraq 1% ümid varsa, o 1%-i arxasını, rəqəmlərini artırmaq mümkündür məncə. Ümumilikdə Mərkəzi Şurada müzakirə olunurmu ki, seçkidən nə gözləyir AMİP? Ümumiyyətlə cəmiyyətdə nə gözləntilər ola bilər? Bu siz müzakirə eləmisinizmi geniş-geniş? Və liderinizin nə dərəcədə rolu olub? Etibar Məmmədov həmin siyasi proseslərə qoşulurmu, ən azı seçki müzakirələrinə?
Etibar bəy partiyanın cari fəaliyyətindən də, ümumiyyətlə onun fundamental fəaliyyətindən də məşğul olmur və bu işə də müdaxilə eləmir. Partiya tam müstəqil fəaliyyət göstərir, qərarlarda da müstəqil qərarlar verir. Təbii ki, müəyyən məsələlərdə məsləhətləşmələrə, Etibar bəyin fikir və tövsiyələrini almağa ehtiyac duyulur. Çünki Etibar bəy bildiyiniz kimi təcrübəli siyasətçidir. Onun imkanlarından yararlanmaq, hər halda məsləhətlərindən yararlanmaq faydalıdır. Amma yenə də deyim ki, partiyanın seçkilərlə bağlı müzakirələri həmişə olub. Hər siyasi şurada, hər tutaq ki, aparatın iclasında bu müzakirələr olur, dəyərləndirilir, yerlərdən gələn məlumatlar, bizim özümüzün insanlarla təmaslarımızda eşitdiklərimiz, gördüklərimiz təhlil olunur, süzgəcdən keçirilir. Düşünürəm ki, seçki mühiti hiss olunmasa da, hələlik baxmayaraq seçkinin artıq ortasıdır, böyük bir mərhələ arxada qalıb. Müəyyən uğurlara imza atmaq barədə mənim nikbin proqnozlarım var. Beynəlxalq təzyiqlər artıb seçki qabağı. Sizcə bunun hakimiyyətlə bağlı hər hansı bir yeniliklər olacaqmı? Hakimiyyətə hər hansı bir təsir olacaqmı həmin bəyanatların? Bilirsiniz, bu seçki istər Azərbaycan iqtidarı üçün, istər müxalifət üçün, istərsə də ümumilikdə Azərbaycan özü üçün çox ciddi bir sınaq olacaq və gələcəyini müəyyənləşdirəcək. Və bu seçkidən çox şeylər dəyişəcək. Təbii ki, iqtidar əgər ölkənin gələcəyini, ölkədəki stabilliyi, ölkədə o şərqdə baş verən o xaosu yaşanmasını istəmirsə, müəyyən güzəştlərə getməlidir. Yəni, söhbət hansı güzəştlərdən gedir? Söhbət kimlərəsə nəyisə vermək yox, kimlərə nəyisə pay kimi təqdim eləmək yox, demokratik mühitin yumşaldılması istiqamətində güzəştlərdən söhbət gedir təbii ki. Bu seçkidə əgər hakimiyyət yenə istədiyi kimi rol düzəcəksə, istədiyi formanı əldə edəcəksə, o zaman ölkədə o daxili gərginlik, daxili qarşıdurma daha da ifrat həddə çatacaq və radikallaşma güclənəcək. Və bu boşluğu da yaxın şərqdə olduğu kimi radikal qüvvələr dolduracaq. Yəni, bu mənada Azərbaycan iqtidarı üçün də bu çox ciddi bir siqnaldır. Eyni zamanda sizin özünüz də bayaq vurğuladınız ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən çox ciddi təzyiqlərə və qınaqlara tuş gəlir. Bu qınaqlardan sığortalanmaq üçün, bu qınaqları yumşaltmaq üçün ölkədə demokratik seçki keçirmək müəyyən, yenə də deyirəm, o bayaqki insan haqlarla bağlı, qanunvericiliyin həyata keçirilməsi ilə bağlı, demokratik mühitlə bağlı güzəştləri eləməsə, nə özünü bu ağır prosesdən çıxara biləcək, nə də Azərbaycan. Bir halda ki, artıq təkcə siyasi deyil, sosial vəziyyət də günü-gündən pisləşir. Əvvəl tutaq ki, insanlar tox idi müəyyən qədər, müəyyən məişət problemlərini həll edə bilirdilər. Ona görə də proseslər o qədər müdaxilə eləmirlər. Amma insanlar getdikcə sosial vəziyyətləri də pisləşəndə, adətən sosial partlayış son nəticədə siyasi proseslərə də öz ciddi təsirini göstərir. Bu baxımdan da əgər iqtidar doğrudan da öz taleyini, Azərbaycanın taleyini, ilk növbədə öz taleyini, çünki mən düşünmürəm ki, onlar bu qədər bivec olsunlar, düşünürlərsə, o zaman bu seçkilərdə müəyyən qədər irəliləyişə nail olmalıdırlar. Etibar Məmmədov illərdir siyasətdə yoxdur, amma sizin partiyanın lideridir. Bəli. Liderin üstünlüyü, yaxud səlahiyyəti nədən ibarətdir? Azərbaycan siyasətində yeni gəlib, məsələn, lider, hansısa partiyanın lideri, məqsəd nədir? Yaxud o liderin fəaliyyəti nədən ibarət olur? Bunu bilək. Etibar bəyin liderliyi, belə deyək ki, onun ancaq bir səlahiyyəti var ki, lider baxımından o fövqəladə qurultay çağırma səlahiyyətinə malikdir. Geridə qalan məsələlərdə mən hesab edirəm ki, Etibar Məmmədov təkcə partiyanın yox, həm də Azərbaycanın siyasi liderlərindən biridir. Bu sistem, məsələn, bizdəki quruluş Avropanın demokratik cəmiyyətlərinin sisteminə uyğunlaşdırılmış bir sistemdir. Yəni, orada bəzi ölkələrdə, bir çox ölkələrdə də bu format qalır. Eyni zamanda bilirsiniz ki, necə yəni? Siyasətdən gedən adamın lider olaraq saxlanması? Etibar bəy
Yox, Etibar bəyin söhbət ondan gedir ki, Etibar bəy aktiv siyasətlə məşğul deyil, amma Etibar bəy siyasətçidir. Ona görə də mən düşünmürəm ki, Etibar bəy siyasətdən gedib. Eyni zamanda Etibar bəy xarizmatik liderdir. Yəni bunu da diqqət almaq lazımdır və onu da diqqət almaq lazım ki, Azərbaycanda partiyaların əksəriyyəti xarizmatik lider üzərində ətrafında formalaşıbdır. Bu baxımdan da hesab edirəm ki, həm də Etibar bəy bir ənənənin, daha bir mədəniyyətin əsasını qoydu, yəni istefa mədəniyyətinin və öz yerini gənclərə verdi və yeni liderlərin yetişməsinə bu da təbii ki, münbit şərait yaradır. Təbii ki, böyük siyasətçilərin yanında yetişmək bir qədər çətin olur. Çünki onun kölgəsi imkan vermir ki, yeni kadrların üzə çıxsın, onun potensialı görünsün. Amma Etibar bəy bir qədər çəkildi kənara və həmin o potensial özünü göstərir. Baxmayaraq ki, indi gənc siyasətçilərin müəyyən qüsurları da ola bilər, müəyyən təcrübəsizlikləri də ola bilər. Amma bununla belə hər halda Azərbaycana gənc siyasətlərin yetişməsi də lazımdır. Çünki insan elədir ki, heç kəs daimi deyil. Yəni, bir vaxtlar deyirlər ki, Heydər Əliyev olmasa Azərbaycan dağılacaq və yaxud da hansısa. İndi Etibar Məmmədov olmasa AMIP dağılacaqmı? Mən elə hesab eləmirəm, amma Etibar Məmmədov olmasa AMIP-də çox ciddi problemlər yaşana bilər. Yəni, yenə də o fikrə qayıdıram ki, Etibar Məmmədov xarizmatik liderdir. Və çox halda da AMIP deyəndə Etibar Məmmədov nəzərdə tutulur. Yəni, Etibar Məmmədov deyəndə AMIP. Yəni, bu iki məqam bir-birini sanki tamamlayır. Amma nəzərə alaq ki, biz də siyasətçilərin də böyük əksəriyyəti keçmiş Sovet təhsili görmüş insanlarıq. Bizim də düşüncəmizdə müəyyən qüsurlar ola bilər. Lakin Etibar Məmmədov təkcə AMIP deyil, Azərbaycan siyasətinə lazımdır. Və çox təəssüf ki, onun bu potensialından istifadə olunmur. Son olaraq soruşum. Bəs bu lideri niyə formal olaraq belə deyək saxlayırsınız? Ya aktiv siyasətə qayıtsın. Çünki belə iddialar var ki, Etibar Məmmədov Əli Əliyevin, indi də Yusif Bağırzadənin bir qədər tanınıb, bir qədər normal lider halına gəldikdən sonra istifasında maraqlıdır. Bu iddialar nə dərəcədə doğrudur? Yox, mən bu iddiaları doğru hesab eləmirəm. Bir ikincisi də Etibar Məmmədov gərək xalqın özü tələb eləsin qayıtmasını. Çünki və bu günü də mən gözləyirəm. Çünki ölkədə gedən siyasi proseslər, ölkədə gedən ictimai proseslər, sosial vəziyyət o günü sürətləndirir, yaxınlaşdırır. Yəni, mən hesab edirəm ki, xalqın Etibar Məmmədova yaxın vaxtlarda çox böyük ehtiyacı olacaq. Siz 2018-i nəzərdə tutursunuz? Yox, çox sürətli qısa bir vaxtdır. Təşəkkür edirəm, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Bu dəfəki qonağımız AMIP Siyasi Şurasının üzvü Əli Orucov idi. Siz müzakirə etdiyimiz məsələlərə onun baxış bucağından baxdınız. Növbəti verilişlərdə daha fərqli mövzulara, fərqli baxış bucaqları ilə tanış olmaq üçün bizi izləməyə davam edin.